Birlikdə qızımın 47-ci ay tortunu hazırlayırıq. Düştü içine. 7 adet yumurtanı mikserdə qarışdırdıq. Üzərinə 1 stakan yarım şəkər tozu, 1 stakan yarım un və 1 paket vanil əlavə edib keks xəmirimizi hazırladıq. Daha sonra xəmiri 2 hissəyə bölürük və fərqli qida boyaları ilə boyayırıq. Yarısı tökürük bunun içine. Ya. 2 dənə rəng düzəldirik xəmirim ona görə. Çox purple düzdür. Pink olmuştu. Ha? Tek. İndi bunu qoyaq pişməyə. Okay. Süt, 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 süt. İndi qarışdır. Oo. Çok. Oo. Ne? Aha, dök. Öyle değil mi? Tut. Hemen tuttum. Tut hayatım, tut. Ya. Toplam 6 rəngdə keksimiz var. Yəni 21 ədəd yumurta, 3 stakan un və 3 stakan şəkər tozundan 6 fərqli keks hazırlamışıq və hamısını soyutmuşuq. Burada şərbətimizi hazırlayırıq. Bu biraz sürprizdir. Bunun içərisində 150 ml süt, 50 mg qaymaq və 1 paket vanil var. Bununla birlikdə yumuşaldırıq qəşəng kekslərimizi. Tek. Birində. Nələr istifadə etdiyimi şərh qismində ətraflı şəkildə yazacağım. Oradan baxa bilərsiniz. Olar. Bak beya. Olar, sən istəsən Bak olar. beya. Olar. Yok. Sən istəsən əgər olar. Kekslərimi üst-üstə düzüb aralarını kremləyirəm. Qəlbim boya alçaq olduğuna görə 2 fərqli qəlibdə hazırladım və yıxılmaması üçün, dayaq olması üçün də içərisinə pipetka yerləşdirdim. İçərisinə istifadə etdiyim kremin də videosunu sizlər üçün paylaşacağım. 2 stakan yarım süt, 2 qaşıq nişasta, 2 yemək qaşığı un, 5 qaşıq şəkər tozu, 50 qram yağ, 1 yumurta sarısı və vanildən hazırlamışam. Daha sonra isə içərisinə krem şanti əlavə etmişəm. Onu da video olaraq ayrıca sizlər üçün paylaşacağım. Qızlar, bugün birlikdə mükəmməl bir tort kremi hazırlayırıq. Ləzzəti dondurma kimi bir şeydir. Çox qəşəngdir. Resepti hazırlamaq üçün bizə lazımdır 2 stakan yarım süt, 2 yemək qaşığı nişasta, 2 yemək qaşığı un, 5 yemək qaşığı şəkər tozu, 1 ədəd yumurtanın sarısı. Ərzaqlar hamısını yaxşı-yaxşı qarışdırırıq. Daha sonra isə ocağa yerləşdiririk. Orta temperaturda dayanmadan qarışdırarıq. Tam bərkiyənə qədər videoda da görürsünüz. Demək olar ki, artıq spatula fırçanın içində fırlatmaq mümkün deyil və bu formaya gələnə qədər tam qəşəng bir şəkildə qarışdıra qaynadırıq. Daha sonra isə üzərinə 50 qram yağ və istəsəniz 1 paketdə vanil əlavə edib yaxşıca qarışdırırıq. Bir qaba əlavə edirik. İlk istiliyi çıxdıqdan sonra isə üzərini yaxşı-yaxşı bükürük ki, heç yerindən hava girməsin, qaysaq yaranmasın və qoyuruq soyumağa. Digər bir qabda isə 2 paket krem şantinin üzərinə 1 stakan buz kimi süd əlavə edib yaxşı-yaxşı çırpırıq. Kremimiz soyuqduqdan sonra isə krem şanti ilə kremi qarışdırıb təkrar mikserdən keçiririk. Hazırlanmağı bu qədər sadədir. Hazırlayan hər kəsə nuş olsun.